Bugün elimizin, obamızın abirçəyi, əzlimiz olan Saadət xanımın doğum günüdür, həm də belə deyək, yubileyidir. Bizim bir el övladları kimi borcumuzdur ki, Saadət xanımı gəlib onun öz evində, belə deyək, öz yurdunda, yəni məcburi köçkünlük həyatı yaşasa da, orada məhsullaşsa da, Nəvai kəndində borcumuzdur ki, gəlib onu təbrik edək. Və elimizdə, obumuzda, doğma yurdumuzda da olanda həmişə elə obuya, belə deyək ki, o üç kəndə örnək bir evin gəlini olub, Allah rəhmət eləsin Qəbər nənəmizə da, yəni o vaxtda danışıram mən. Həm də ki, abirçəyi. Saadət xanımın haqqında çox danışmaq olar. Tatar Qaraqoyunlu qiyaslı icması olaraq onu xüsusi qeyd eləmək istəyirik ki, onun Allah rəhmət eləsin bütün ölənlərimizə. Ən çətin bir vaxtında, övlad itirdiyi bir vaxtda biz həmin ərəfədə şəhidlərimizin məzarlarının doğma yurtda olan bərpası ilə məşğul olmağı boynumuza götürmüşdük və ilk ora yardım eləyən Saadət xanım olmuşdu. Onu eşidən kimi Hilal özü yəni bu işin içində olub. İlk bizim siyahıda da gedir, tarixi sənətimizdə də ki, ilk yardım eləyən Saadət xanım olmuşdur. Yəni insanın ömründə çox işlər ola bilər, el oba üçün, amma elə bir hərəkət olur ki, onu heç kim, yəni o elin, obanın, elədə də ölkənin, o vətəndaşdır deyək, o elin, obanın övladları unuda bilməz və bu bir tarixi bir hadisədir ki, həmişə yığıncağımızda da qeyd edirik ki, Saadət xanımın o hərəkəti, o ağır gündə etdiyi o hərəkət bütün o el obamızda örnək olmalıdır və örnəkdə olub. Bugün Tatar Qaraqoyunlu qiyaslı icması adından nümayəndə heyətimiz, təşkilat komitəsinin üzvləridir, Nazim bəydir, Hilal bəydir, Xəqani bəydir, Zavur bəydir və mən də daxil olmaqla bu təşkilat komitəsinin belə qərara gəldi ki, çox geniş də olmasa, yığdan bir nümayəndə heyəti qrup halına gelib Saadət xanımı təbrik edir. Saadət xanım, sizi təbrik edirik. Ad gününüz, yubileyiniz mübarək olsun. Allah Teala sizi el obuya çox görməsin. Və bu da sizin təbrikinizdir. Təbrik edirik. Təbrik, əziz Saadət xanım, Rızayeva. Sizi yubileyiniz münasibətilə təbrik edib, sağlıq və uğurlar arzulayırıq. Tatar Qaraqoyunlu qiyaslı icması təşkilat komitəsi. Bir daha təbrik edirik. Çox sağ olun. Allah sizi əziz eləsin. Sizi həmişə var olun. Yenə deyirəm, elimizə, obamıza abirçəhliyiniz həmişə davamlı olsun, uğurlu olsun və inanırıq ki, düşərli olar. Belə bir yubileylərinizi də, ad günlərinizi də doğma yurdumuzda qeyd edərik. İndi təşkilat komitəsinin üzvləri Nazim bəy. Hər kəs öz, necə də ürək sözlərini desin, təbrikin. Sonra indi ailə üzvləri də burada iştirak edir, dinləyərik. Mənim ən əzizim olan o aramı bilmişləri təbii ki, onun elə obuya bağlılığının göstərisidir. Mən də sənə həyatda ən elə də xoş arzuları, sənə əziz olan insanları xoşbəxt vermək, onların belə də yaşadığımız arzularla yetsin, daha xoşbəxt günlər görək. Allah sana sağlıqlı uzun ömür versin. Övladlarımızın, hamımızın bircə şad günlərin iştirakçısı olasan, xeyir dua verəni olasan. Sağ ol, Allah səni var eləsin, uzun ömrün olsun. Sağ ol. Çox sağ olun. Mən də təbrik edirəm, sizə uzun ömür, can sağlığı və arzu edirəm ki, həmişə sağlam olasınız və bu övladlarınızın həmişə üstündə abirçəklik edəyəsiniz, açsaqqallıq edəyəsiniz. Anam, bacım, təbrik edirəm, şükür Allahımıza. Biz bir arzumuza çatmışıq, getmişik, torpaqlarımızı görmüşük, orada önlərimizi ziyarət eləmişik. Allah sizi öz ərzlərinizə çatmışsın. Allah sizi bizləri sizə eləməsin. Bir daha sizi təbrik edirəm. Mən də
bütün kənd cəmaatımız, qohum əqrəbəmiz adından, ailəmiz adından səni təbrik edirəm. Allah Taala sana uzun ömür, can sağlığı versin. O günlər olsun belə nəvələrin xeyir işlərini görəsin. Ay Sağ sağ ol. olun. Sağ Öpürəm. olun. Çox sağ ol. Çok Allah sağ olun. səndən razı olsun. Sən kəndin dəyərli bir anasısan, bacısısan. Əziyyət çəkmisiniz. Heç Çox bir sağ olun. əziyyəti yoxdur. Allah hamınızdan razı olsun. Qurban olun sizə. Allah köməyiniz olsun. Siz sağ Ben de aziz yoldaşlara, dostlara, öz hemşerilerimize eziyet çektiklerini gören minnettarım. Bizim ailemizin necə deyərlər, qayasına qaldırına görə, yaddaşlarının sağlığına görə ben de minnettarım size, ailemizin adına. Allah'tan razı olsun, size uzun ömür, can sağlığı, aile adından, babalarınızdan. Çok sağ olun. Sağ olun. Hoş geldiniz. Allah size Çok sağ olun. Allah Rəfayın kaş bir gün ya tez olardı, ya gec olardı. Ben dedim böyük benim rahmetli ocağımızın, ağımızın Ahmet Said, kaynananın Allah rahmet eylesin. Ev yok. Allah size kömək olsun, əziyyət çəkmisiniz, ömrünüz uzun olsun. Allah sizi saysın. Siz de bu yerlerde bakarsınız. Ona ihtiyaç yok. Yok, bunu Saadet Hanım şurada kesecek. Sonra dağılım bir babam eləyəcək. Şöyle de başlar şöyle. Şöyle diyeyim sonra onu Ev yok. Ev yok. Ha, bir de Saadet Hanım kesecek. Sonra onun hazırlığını görer. Bunu Saadet Hanım yubiley tortlarınızı kesin. O gün olsun böyle tortları, böyle şüniyyatı doğma yurdumuzda, o kendimizde, Tatar, Qaraqoylu, Qiyası kəndlərində böyle kesesiniz. sizi saysın. Qurban olun. Sağ ol, sağ ol. Çok sağ olun. Sağ ol. Ona icazə verin, biz bir övladınız kimi, kardeşiniz kimi. Çok mübarek, yubileyiniz var. Size həmişə var olun. Ben bunu niye kabul elədim? Siz oradan bura geldiğiniz için. Ben hiç vakti ne adım kesitmemişim. Ona göre şükürden olun. Ben sizi Aydın, şükür aydın. ben Biz- böyüm burada. Ben size başka tür kulluk ediyorum. Ama böyüm olabilir. Kulluğunuz odur ki varsınız. Allah sizi var eylesin. Siz de benim balalarım. Biz de benim elə o balalarım. üç kənd, Yeğenlerimin biri, balalarımın biri. Çok biz de sağ o olun. üç kənd adından elə bir növ belə deyək ki, xahişə gəlmişik ki, o qəm kədəri, o ağrını bir bağlaca, yəni səbirli Çok olasınız. sağ olun. Allah özü Allah səbir ömrünüzü versin. uzun eylesin. Allah o dünyasını versin, rəhmətə gedənlərin də. Yəni bu həyatdır. Həyatına müəyyən razılaşmaq lazımdır. Ben o bak siz oradan buraya geldiğiniz için ben bunları kabul ederim. Sağ ol, sağ ol, sağ ol. Allah Çok sizi sağ var olun. eylesin. Allah razı Sağ ol. olsun. Allah Bugün senin ad günün, bugün senin şad günün. Arzuları söndürdün, üfürüp söndürdün şam kimi, şam kimi.
ömrün en şirin anı. Ad günü